Hə də 5 manat qapı olar. Özə burada işləyib bunlara xeyir verirsən. Sosial şəbəkələrdə Babək prospektində yerləşən maşın bazarında aksiyaların keçildiyi ilə bağlı görüntülər yayılmışdı. Elə həmin görüntülərlə bağlı üz tutduq Babək prospektində yerləşən həmin maşın bazarına. Burada bizi bazar rəhbərliyindən qarşılasalar da onlar heç bir açıqlama vermək istəmədilər. Lakin onlar qeyd etdilər ki, keçirilən aksiyalar qiymət artımı ilə bağlıdır. Hansı ki, bazara gələn müştərilərin parkinq qiymətlərinin artırılması ilə bağlı bu həm müştərilərdə, həm də mağaza sahiblərində etiraza səbəb olur və bununla bağlı dəqiqələr öncə burada aksiyalar keçirilib, lakin hazırda həmin aksiyalar səngiyib. Sözü gedən maşın bazarında satıcılarla alıcılar arasında gərginlik hiss olunurdu. Məsələyə aydınlıq gətirmək üçün bazar rəhbərliyi ilə görüşsək də, özünü ərazinin rəisi kimi təqdim edən şəxs kamera qarşısına çıxmaqdan imtina etdi. Sual vermək cəhdlərimizə reaksiya bildirməyən həmin şəxs açıqlama vermədən hadisə yerindən uzaqlaşdı. Hə də 5 manat qapı olar. Özə burada işləyib bunlara xeyir verirsən. Arenda qalxızır.